insanın ümumiyyətlə sağ tərəfi indiki və gələcək zamana aid bildirir. Yəni bizim bədənimizdə, sağ tərəfimizdə yaranan problemlər bizim indiki və gələcək zamanımıza aid hansısa yaxınlarımızla bağlı energetik, informatik zədələrdən xəbər verir. Sol tərəfimiz isə bizim keçmişimizlə bağlı. Yəni bu bizim valideynlərimiz də ola bilər, keçmiş iş yoldaşlarımız da ola bilər, həyat yoldaşlarımız da ola bilər və s. və l. Yəni sağ deyəndə bizim sağ kəlməsi həm tərəf bildirir, həm də sağ qalmaq sözü var da, yəni sözün kökündə sağ var, sağlığı var. S hərfi özü də həm işığı bildirir, həm sonsuzluğun yarısıdır. Bəli, bəli. O sağlamlıq deyəndə ilk növbədə sən rusca deyirlər, здесь сейчас, indi və burada olmalısan. İndi və burada olan insan sağlam olur. Nəyin finaldır bə burada? Əvvəla mən alıcıyam. İkincisi də ki, sağlam bədəndə sağlam ruh prinsipini biz həyata keçiririk. Tulma, gəl buna 5 kilo konfet çək.